Həmçinin Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə üzvləri, şəhid ailələri, müharibə əhliləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçılarını Bahar qızı salamlayıb. Rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin və məktəblərin bayram tədbiri ilə əlaqədar təşkil etdikləri sərgiyə baxış keçirilib. Hazırlanmış təamlardan təqdim edilib. Şəhər boyunca çıxış edən idmançıların hazırladığı nömrələr maraqla qarşılanıb. Rayon rəhbəri Natiq Ağayev bayram tonqalını alovlandırıb. Daha sonra rayon mədəniyyət mərkəzinin hazırladığı proqram əsasında Novruz personajları olan Kosa və Keçənin şən zarafatları dinlənilib. Ədəbi bədii səhnəçilərin tamaşa edilib. Eləcə də bir-birini əvəz edən rəngarəng musiqi nömrələri və balacaların rəqsləri ilə tədbir öz işini başa çatdırıb. Aqil Mahmudov, Həftəlik Azərbaycan üçün.